Hörmətli Mehriban xanım, hörmətli rektor həmkarlarım, hörmətli Şamil müəllim, hörmətli qonaqlar, xanımlar və cənablar, mən ilk növbədə sizin hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetində salamlayıram. İqtisad Universitetinə xoş gəlmişsiniz və Şamil müəllimə bu 3-cü Təhsil Menecerləri Forumunun keçirilməsi yeri kimi Azərbaycan Dövlət İqtisad Universitetini seçdiyinə görə təşəkkür edirəm. Və mənə də təhsil idarə edilməsi ilə bağlı bəzi düşüncələrimi sizlərlə bölüşmək və sizin düşüncələrinizi, fikirlərinizi dinləmək üçün şərait yaratdığına görə ayrıca təşəkkür edirəm. Mən söyləyəcəyim fikirlər bizim İqtisad Universitetində həyata keçirdiyimiz dəyişikliklərdən ortaya çıxan suallardır, fikirlərdir. Biz Cənubi Qafqazda ilk və yeganə rəqəmsal universitet modelini reallaşdıran bir universitetik. 2018-ci ildə biz artıq bu prosesi tamamladıq. Hətta biz 2018-ci ilin sentyabr ayında o zamanki Təhsil Naziri hörmətli Ceyhun müəllimin iştirakı ilə Distant Təhsil Mərkəzinin açılışını etdik. Bu mərkəz 20.000 tələbəyə uzaqdan təlim vermək gücündədir. Artıq 2-ci ildir ki, Orta Doğu Texniki Universiteti ilə birlikdə elmin rəqəmsallaşdırılması layihəsini reallaşdırırıq. 3 ay əvvəl İsrailin texnoloji şirkətlərindən biri ilə süni intellektin təhsilə tətbiqi sahəsində 3 illik layihəyə start vermişik. Həyata keçirdiyimiz bu rəqəmsallaşdırma süni intellektin tətbiqi ilə bağlı cəhdlər təhsil haqqında bizim düşüncələrimizi köklü dəyişdirdi və bizlər qarşısında ciddi çağırışlar qoydu. 100% əmin olduğumuz qərarlar rəqəmsallaşma həyata keçirildikdən sonra özünün doğru olmadığını göstərdi. Təhsil elə bir mürəkkəb sistemdir ki, burada gündə qaydaları dəyişmək bu ancaq mənfi haldır. Məqsəd nə qədər ali olsa da qaydalar stabil olmalıdır müəyyən dövr üçün. Bizim üzləşdiyimiz problemlər, təhsildə problemlər bütün dünyada təhsil menecerlərinin həllini tapmağa cəhd etdiyi problemlərdir. Rəqəmsallaşma suallar yaradır. Rəqəmsallaşma sualların cavabını vermir. Mən əminəm ki, bugün burada rəqəmsallaşma dövründə təhsilin necə olması ilə bağlı süni intellektin tətbiqi bütövlükdə təhsilə və təhsilin aparıcı qüvvəsi olan müəllimə hansı təsirləri göstərəcəyi haqqında və bu mənfi təsirlərə qarşı təhsil menecerləri hansı tədbirləri görə biləcəkləri haqqında fikir mübadiləsi aparacağıq. Rəqəmsallaşma dövründə artıq hamı bunu qəbul edir ki, təhsil yalnız bilik ötürmək üçün deyil, təhsil öyrənməni kökündə dəyişir. Amma heç kim dünyada deyə bilmir ki, təhsil necə olacaq və necə olmalıdır. Texnologiya artıq təhsilin köməkçi elementi deyil. Texnologiya artıq təhsil modelinin özüdür. Bu dəyişiklik təhsildə bizə bir sıra yeni imkanlar yaradır. Ən birincisi, fərdiləşmiş təhsilə keçid təmin edilə bilir. Bu deməkdir ki, təhsil alanın bacarığını, öyrənmə qabiliyyətini, tempini nəzərə alaraq hər bir təhsil alana fərdi yanaşma ortaya qoyula bilər. Rəqəmsallaşma olmadan bunu təmin etmək mümkün deyil.
İkinci ən böyük üstünlük, təhsildə məkan və zaman məhdudiyyəti aradan götürülür. İnternet olan istənilən məkan və istənilən vaxtda təhsil verən bir məkana çevrilə bilir. Təhsilin əlçatanlığı problemi çox asanlıqla həll oluna bilir. Və üçüncü ən böyük, qərarlar verən zaman artıq mülahizələrə yox, köməkçilərin fikirlərinə yox, ətrafında olanların baxışlarına yox, konkret dataya əsaslanan qərarlar vermək imkanı yaranır. O datanı əldə etmək üçün rəqəmsallaşma hökmən olmalıdır. Artıq yeni texnologiyalar dövründə təhsil məkanla deyil, düşüncə ilə ölçülür. Pandemiya distant təhsilini sürətləndirdi. Amma o zaman təhsil menecerləri, aparıcı təhsil menecerləri dünyada anlayırdı ki, bu dayanacaq, son dayanacaq deyil. Bu ancaq keçid mərhələsidir. Uzaqdan təhsil. Və bugün artıq pandemiyadan 6 ildən çox vaxt keçib, bütün təhsil menecerləri istisnasız olaraq verdikləri sual ondan ibarətdir ki, təhsil nə qədər ağıllıdır. Heç bir təhsil meneceri sual vermir, sənin təhsilin onlayndır, yoxsa onlayn deyil. Yəni, distantdır, ya distant deyil. Distant təhsilin növbəti mərhələsi ağıllı təhsildir. Ağıllı təhsil keyfiyyət, fərdiləşmə və innovativ texnologiyaların tətbiqi baxımından sistemi dəyişə bilir. Sadəcə rəqəmsallaşma distant təhsil mövcud təhsili virtual məkana çevirir. Sistemə təsiri zərrə qədər yoxdur. Təhsilin keyfiyyəti ilə distant təhsilin heç bir əlaqəsi yoxdur. Distant təhsil bir məkandan digərinə köçürür təhsili. Son nəticədə ağıllı təhsil distant təhsili əvəz etmir. Onu inkişaf etdirir və daha funksional hala gətirir. Distant təhsili dediyim kimi, distant təhsil əlçatanlığı təmin etdiyi halda ağıllı təhsil keyfiyyəti önə çıxardır. Ağıllı təhsilin keyfiyyətinə 4 əsas istiqamət üzrə sistemli və dərin təsiri haqqında danışa bilərik. Bu təsirlər həm pedaqoji, həm texnoloji, həm idarəetmə baxımından innovativ imkanlar yaradır. Fərdiləşmiş təhsil haqqında mən dedim. Fərdiləşmiş təhsil həm də adaptivliyi tələb edir. Adaptivlik isə odur ki, təhsil alan əvvəlki mövzunu mənimsəmədən növbəti mövzuya keçid imkanına malik olmur. Nəticədə nə baş verir? Nəticədə zəif və riskli tələbələr, şagirdlər, bütövlükdə təhsil alanlar erkən müəyyən edilir, preventiv tədbirlər görülür, tədris strategiyası çevikləşir. Təhsil alanların fəaliyyəti avtomatik izlənir. Təhsil alan günün hansı saatlarında daha çox təhsilə vaxt ayırır və hansı vaxtda ayrılmış vaxt nəticəsində əldə olunmuş bilik, bacarıqlar daha arzu olunan olur. İnteqrasiya olunmuş texnologiyalarla interaktiv və zəngin təhsil mühiti yaradıla bilir. Nəticədə abstrakt biliklər konkret təcrübəyə çevrilir və daha dərin və qalıcı öyrənmə təmin edilir. Virtual reallıq və
artırılmış virtual reallıq real həyatı simulyasiya etməyə imkan verir. Və təhsil alan o real həyatın simulyasiyasının nəticəsində cəmiyyətə lazım olan o bacarıqları özündə formalaşdıra bilir. Və ən vacibi müəllim və təhsil alanın transformasiyası baş verir. Bunların rolu dəyişir. Müəllim artıq bilik verən subyekt deyil. Müəllim təlim dizayneridir. Müəllim təhsil alana bilik əldə etmək yolunu göstərir. O biliyi ötürmür. Təhsil alanın da rolu dəyişir. Təhsil alan artıq dinləyici yox, aktiv iştirakçı və yaradıcı öyrənəndir. Nəticədə biz nə qazanırıq? Təhsil alanların tənqidi düşünmə, problem həll etmə və yaradıcılıq bacarıqları inkişaf edir. Sual. Biz təhsili yeni texnologiyalarla, rəqəmsallaşma ilə, süni intellektlə modernləşdirdik. Amma öyrənməni həqiqətən transformasiya edə bildikmi, yoxsa sadəcə köhnə metodları rəqəmsallaşdırdıq? Doğru cavab ikincisidir. Köhnə metodları rəqəmsallaşdırmaqla köhnə təhsil sisteminin konservasiyasına getdik biz. Yeni təhsil sisteminin qurulması məsələsini problemləşdirdik. Dünya nə düşünür? Çıxış yolu hardadır? Dünyanın aparıcı təhsil biliciləri, təhsil menecerlərinin tövsiyə etdiyi yanaşma, çoxluğun tövsiyə etdiyi yanaşma ki, təhsil holistik təhsilə çevrilməlidir, keçirilməlidir. Yəni ki, təhsil alanın yalnız akademik biliklərini deyil, həm də emosional, sosial, fiziki, mənəvi və yaradıcılıq bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir təhsil modelinə keçmək lazımdır. Məqsəd insanı bütöv şəkildə formalaşdırmaqdır. Yəni, təkcə nəyi bilir sualına yox, həm də kimdir, necə düşünür və cəmiyyətə necə təsir edir kimi suallara cavab verən bir təhsil modelinə ehtiyac var. Holistik təhsil dediyimiz bu təhsil yanaşması təhsil alanın fərdi inkişafına xüsusi diqqət ayırır. Onların maraqları, bacarıqları və şəxsi tempi nəzərə alınır. Emosional inkişafı, emosional intellektin inkişafı önə çəkilir. Empatiya dediyimiz o bacarığın özünü tənzimləmə, ünsiyyət bacarıqlarını öyrədir. Sosial bacarıqların gücləndirilməsi bu təhsil modelinin özəyində durur. Komandada işləmək bacarığı, əməkdaşlıq və sosial məsuliyyətə önəm verilir. Yaradıcılıq və tənqidi düşüncə bacarığı formalaşır. Yalnız məlumat əzbərlətmir bu təhsil modeli, düşünməyi, yaratmağı və problem həll etməyi təşviq edir. Fiziki və sağlamlıq yönümlü inkişafa önəm verir. İdman, sağlam həyat tərzi və bədən şuuru da prosesə daxil edilir. Mənəvi və etik dəyərlər, yəni humanizm, ədalət, məsuliyyət kimi dəyərlərə fokuslanır bu yeni yanaşma. Holistik təhsilin məqsədi bilikli və balanslı şəxsiyyət yetişdirmək, həyat boyu öyrənmə bacarığını formalaşdırmaq, şagirdin öz potensialını tam reallaşdırmasına imkan vermək, cəmiyyətə faydalı, emosional cəhətdən
sağlam fərdlər yetişdirməkdir. Bu işin öhdəsindən gələ bilən yeganə və istisnasız qüvvə müəllimlərdir. Həqiqət ondan ibarətdir ki, hər şey dəyişib təhsildə. Dəyişən təhsildə baş vermiş yeniliklərin mahiyyətini müəllimlərə öyrətmək lazımdır. Dünənə qədər məktəblərdə şagirdin qulağını çəkmək, şagirdin üzünə və yaxud belinə bir şillə vurmaq təhsil metodologiyasının Sovetdə vacib elementlərindən biri idi. Və valideynlər də müəllimlərdən xahiş edirdi ki, uşağım oxumasa döy uşağımı. Bugün şagirdə əl qaldırmaq cinayətdir. Amma o şagirdin bilik bacarığının formalaşdırılması tələbi aradan götürülməyib. Zəngin təcrübəyə malik olan o müəllimə o yeni metodologiyanı öyrətmək lazımdır. Və əgər Pedaqoji Universitetdə mənim həmkarım və dostum Professor Cəfər müəllim buradadır, 15.000 tələbə işləyirsə, ölkədə bütün müəllimləri əhatə edən bir akademiyaya ehtiyac var. Bu müəllimlər yeni metodologiya, yeni texnologiya ilə silahlanmalıdırlar. Mən əminəm ki, bugünkü forum bizim müəllimlərimizin potensialının daha dolğu reallaşdırılması üçün tələb olunan o vacib addımlara dair dəyərli fikirlərlə yadda qalacaq və əminəm ki, Azərbaycan Dövlət İqtisad Universitetinə gələn tələbələr bizim müəllimlərimizin o əziyyətin nəticəsində yetişmiş gənclər əvvəlkilərlə müqayisədə daha arzu olunan olacaqlar. Mən sizin hər birinizə bu işdə uğurlar arzu edirəm və diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.